Heçim yoxdur. Gedirəm Azərbaycana, evə deməmişəm. Poçt saatına gecə saat 3'dür. Mən saat 4'də 5'də avtobusa binməliyəm. Oradan Slovakiya, sonra Macaristan, Budapeşt hava yolları ilə Azərbaycan, Baku. Görək bunun sonu nətər olacaq. Hələ ki gedirik. Taksiyə pul vermək üçün piyada edirik. Çinaz var. Gedirik Flixbusa. Macaristan'a çatdım. Hələ evdəkilərin xəbəri yoxdur ki, mən Slovakiyanı keçmişəm, Macaristana gəlmişəm və Budapeştin hava yolları ilə gedəcəm Azərbaycana. Evə sürpriz olsun, görək. Azərbaycana. Can sağ olun. O gün olsun oğula bir dənə gəlin gətirin. Amma özüm ölüm. Milyon da qazansa, ustalıqsan, fəhzələksən, gətirdiyi 5 manatın bərəkətini vermir. Mən bunu açıq deyirəm. Həqiqətən onun dadı başqadır. Valla kömək olsun.